Salam. Düşündüm ki, bugün sizlə biraz söhbət eləyim, özüm haqqında danışım. Adım Təminədir, 4 uşaq anasıyam. Həyatımın böyük hissəsi uşaqlarla, evlə, gündəlik işlərlə keçir. Yəqin bir çoxunuzda tanış gələn bir həyatdır. Uzun müddət sosial şəbəkələrdə sadəcə baxan tərəf olmuşam. Videolara baxırdım, insanların həyatını izləyirdim. Bəzən fikirləşirdim ki, bu insanlar necə rahat danışırlar, necə paylaşırlar həyatlarını. Bir gün düşündüm, niyə mən də paylaşmayım həyatımı? Axı mənim də həyatım var. Mənim də günlərim gedir. Sadə olsa da realdır. Çox vaxt biz elə düşünürük ki, paylaşmaq üçün xüsusi bir şey olmalıdır. Sanki həyatımız çox maraqlı deyilsə, göstərməyə dəyməz. Amma əslində həyatın ən real tərəfi elə bu sadə anların içindədir. Bu səhifədə çox ideal və ya süni videolar olmayacaq. Mən sadəcə həyatım necədirsə, elə də paylaşmaq istəyirəm. Günlük işlərim, evdə elədiklərim, uşaqlarla keçirdiyim vaxtlar, bəzən mətbəxdə nəsə hazırlayanda, bəzən ev yığışdıranda, bəzən də sadəcə belə piyada gedəndə çəkdiyim kiçik anları paylaşacağam. Hazırda da Emil ilə yoldayıq. Onu masaja aparıram. Uşaq arabası ilə piyada gedirik. Hava da biraz sakitdir. Yol boyu fikirləşdim ki, niyə sizinlə biraz söhbət eləməyim. Məncə, ana həyatı çox vaxt belə keçir. Bir yerə tələsirsən, bir işi bitirməmiş digərinə keçirsən. Günün necə keçdiyini bəzən heç hiss eləmirsən. Bəzən yoruluruq, bəzən günün sonunda da elə olur ki, bu gün nə elədim deyə düşünürük. Amma sonra uşaqlara baxanda başa düşürük ki, əslində günün çox hissəsi onlar üçün keçir. Ana olmaq həm yorucudur, həm də çox gözəldir. Bunu yəqin ki, analar məni daha yaxşı başa düşər. Uşaqlar insanın həyatını tamam dəyişir. Mən də düşündüm ki, həyatımın bu sadə tərəflərini sizlə paylaşım. Çünki bəzən insan başqasının real həyatını görəndə özünü daha rahat hiss eləyir. Bəlkə kimsə bu videoya baxıb deyər ki, mənim günüm də belə keçir. Bəlkə də sadəcə izləyib biraz rahatlıq tapar. Mən istəyirəm, bu səhifə çox səmimi bir yer olsun. Burada hər şey real olacaq. Həyat necədirsə elə. Əgər belə sadə, səmimi və real videolar xoşunuza gəlirsə, səhifədə qala bilərsiniz. Mən də çalışacağam həyatımın kiçik anlarını sizinlə bölüşüm. Bəlkə zamanla daha çox tanış olarıq, daha çox söhbət eləyərik. Hələlik. Hələlik isə belə. Emillə yolumuza davam edirik.